O virüsə vermədi. Birdən-birə dedi, getdi məktəbə, gəldi yoxladı. Dedim, amma mən yazı yaza bilmirəm. Mən daha kursa getmək istəmirəm məktəbə. Dedim, niyə mən bolam? Adam xəstə olar da. Atasına dedim ki, apar da xəstəxanaya. Həkimlər də əlində gələni elədi. Çox da mənə kömək elədi. Dedilər ki, rayondan gəlib. Amma olmadı. Dedi, virüs düşüb onun başına. Beyninə nədir? Onu bilmirəm, amma Dünyasında harda gördünüz onu axırıncı dəfə? Reanimasiyada gördüm. Xoş elədim. Ürək yandılar, qoydular məni onun yanına. Qoldum da bir gecədə onun yanına, o qədər yalvardım. Deyirlər, icazə yoxdur, kamera var. Dedim, siz də anasınız, qurban olum sizə. Neyim? Ana ürək işte. Qoydular, gedirdim, gəlirdim. Çox da baxırdılar. Mən söz deyə bilmərəm, həkimlər hamısı onun üçün ağlayırdı. Onun savadı üçün ağlayırdı. Onlar üçün ağlayırdı. Çox gözəl uşaq idi. Dərslərini də gözəl idi, müəllimləri də çox istəyirdi. Hər kəsə hörməti var idi, çox oxuyurdu. O, belə qəşəng uşaq idi. Çox şirin dildi. Bu nə qədər ona heç nə demişəmsə eləmiş. Arzuları nə idi? Arzuları ən böyük arzu vəkil olmaq istəyirdi. Vəkil onun ağzından düşmürdü. Ən uşaqlıqdan onu Qəncə Paşayevin rəhmət eləsin. Onun baxırdı, deyirdi, nə güclü xanımdır. Mən gələcəkdə vəkil olmaq istəyirdim. Həmişə ona baxırdı, fəxr edirdi. Nə deyə bilərəm, nə qədər dedim müəllim olam, mən olam, amma vəkil olmağını çox istəyirdim.